Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün sizin üçün Kaspi kurslarının 10-cu sinif üçün keçirdiyi blok sınağının tarix fəndinə aid olan sualların izahatı ilə tanış edək. Suallarımıza keçid alaq. Sualımıza qeyd edirik ki, anaxaqanlığın mövcudluğu dövrə uyğun gəlir. Anaxaqanlıq təbii ki, üst paleolitdən erkən tunc dövrünə qədər olan dövrə əhatə eləyir. Burada baxırıq, köçmə yaylaq erkən tunca aid olduğunu götürmürük. Tacirlər qrupu sənətkarlardan ayrıldı. Bu da götürülməyəcək. Metallurgiya meydana gəldi. Bəli, burada enolit dövrünə aid olduğu üçün götürürük. Axiriyyət dünyasına inam orta paleolitə aid olduğu üçün götürmür. Neandertal orta paleolit olduğu üçün götürülmür. Ona görə də burada C variantıdır. Digər 32-ci sualda qədim Roma və Ərəb xilafətinin rəşidi xəlifələr dövrü üçün ümumi cəhəti müəyyən edin. Qədim Roma və Ərəb xilafətinin rəşidi xəlifələr dövrü. Məlumdur ki, rəşidi xəlifələr dövrü 632-dən 661-ci ilə qədər əhatə eləyir. Franklarla mübarizə deyək ki, qədim Romaya aid deyil. Bizansın məğlub edilməsi, Bizans Romanın parçalanması necəsinə yaranmışdı, bunu da götürə bilmərik. Xəzər xaqanlığı ilə toqquşmaları da Qərbi Romaya aid etmək olmaz. 476-da süquta uğramışdı. Misirin ələ keçirilməsi qədim Romaya aiddir, bəli. Yaradan əvvəl 30-cu ildə Misir qədim Roma tərəfindən ələ keçirilib. Eyni zamanda rəşidi xəlifələr dövründə Suriya, Fələstin və Misir ələ keçirilmişdir. Ona görə uyğun cavabımız D variantıdır. Digər 33-cü sualda 1-ci Dünya müharibəsi illərinə aid olan doğru faktları müəyyən edin. İngilislərə qarşı zəhərli xlor qazından istifadə, bəli, bu almanlar istifadə edilmişdi. ABŞ-nin müharibəyə daxil olduğu ildə müharibə başa çatdı. Xeyr, ABŞ 1917-ci ildə, müharibə 18-ci ildə başa çatmışdı. Almaniya ilk dəfə sualtı qayıqlarda tətbiq etdi. Bəli, sualtı qayıqlarda tətbiq olunub. Almaniya, Avstriya, Macaristan və Osmanlı, Bolqarıstan ibarət dördlər ittifaqı meydana gəlmiş. Bu da doğrudur. Marna döyüşündə ingilislər ilk dəfə tanklardan istifadə edib. Xeyr, bu Somma döyüşündə idi. Ona görə də burada sualın doğru cavabı 1, 3, 4, yəni A variantında doğru cavabımız verilir. 34-cü sualda qeyd edirik ki, 1030-cu ildə Slavyan yürüşünə aiddir. Alan və Sərirlər ilə ittifaqda idi. Bu 1032-33-də idi. Bunu götürmürük. Musa ibn Fəzl qardaşına qarşı Slavyanları köməyə çağırdı. 2-ni götürürük. Dərbənd hakimi Slavyanları köməyə çağırdı. Bu yanlışdır. Bu 987-ci ildədir. Abaskun adası qərət edildi. 909-cu ilə aid olduğu üçün götürmədik. Beyləqan alisində divan tutuldu. Bəli, olub. Abu Musa qardaşına qarşı istifadə eləmişdi. Ona görə də burada sualın doğru cavabı burada doğru cavab olur. Deməli, deməli, bir də Alanlar və Sərirlər ittifaqı 1030-cu ildə Slavyan yürüşlərini Alan və Sərirlər ittifaqı da idi, yanlışdır. Musa ibn Fəzl qardaşına qarşı istifadə eləmişdi. Dərbənd hakimi Slavyanları köməyə çağırmışdı. Abaskun adasını götürmədik. Deyək ki, burada 4-ü götürmədik. Beyləqan alisinin divanı tutuldu. 5 doğrudur. 5-i götürürük. Deməli, burada 2 variant ala bilər. 1, 2, 5 və yaxud 2, deməli, Beyləqan əhalisinə divan tutuldu. 1, 2, 5. Musa ibn Fəzl. Alan və Sərirlər Slavyanlarla ittifaqıda idi. Deyək ki, biri biz 1032-33-cü ildə yürüşdə əslində götürməliyik. 2-də Musa ibn Fəzl qardaşına qarşı 3 ola bilməz ümumiyyətlə. Dərbənd hakimi Slavyanları köməyə çağırdı. Bu da yanlışdır. Deməli, burada ona görə D variantı çıxır. Digər bir sualda Şumer şəhər dövlətləri üçün səciyyəvi cəhət. Deməli, Şumer şəhər dövlətləri üçün səciyyəvi cəhət idi. 24-cü yüzillikdə Kutilər tərəfindən işğal edildi. Aid olmayan budur. Bu Akkad birlik yaradır. Akkad dövləti yaradılır. Ondan sonra da Kutilər tərəfindən süquta uğradırlar. Ona görə A yanlışdır. Digər 4-cü minin sonu 3-cü minin əvvəllərində meydana gəlmişdi, doğrudur. Hökümdar Ensi və yaxud Lugal adlanırdı. Bu var idi. İdarəetmə teokratiya arxalanırdı, doğrudur. Eyni mədəniyyətə malik olsalar, hər birinin öz hökümdarları vardı, doğrudur. Deməli, yanlış olan A variantıdır. Sonra digər 36-cı suala baxsaq, 36-cı sualda burada qeyd edirik ki, Qaraqoyun hökümdarı Cahan Şahın fəaliyyətində Təbrizdə inşa olmuşdu. Bu təbii ki, Göy məscidi 1465-ci ildə inşa olunub. Ona görə də burada D variantı doğru cavabdır. Digər bir sual orta əsrlərdə Fransa, İngiltərə və İtaliya ilə bağlıdır. Mərkəzləşmiş dövlət yaranmadı. Bu İtaliyaya aiddir. Mərkəzləşmiş dövlət yaranmadı. Kresi döyüşünə qalib gəldi. İngiltərəyə aiddir.
Kilsə torpaqlarından vergi alınması Roma papası ilə münaqişəyə səbəb oldu. Fransa əyadi 4-cü gözəl Filippin dövründə kral tərəfindən Böyük Azadlar Xaritəsi adlı sənəd imzalandı. Bu da İngiltərəyə aid olacaq. Deməli, burada uyğun cavabımız olur C, B, D. Deməli, C, B, D, A uyğun cavabımız B variantında verilib. Digər bir sual 38-ci sualda Kərim xan Zənd və Fətəli xan Əfşara aid olan xüsusiyyətləri soruşur. 1759-cu ildə Qarabağ xanlığına hücum etdi. Bu Fətəli xan Əfşara aiddir. Şiraz hakimidir Kərim xan Zəndə aiddir. Məğlub edilməsi ilə Təbriz xanlığı müstəqilliyi bərpa etdi. Fətəli xan Əfşarla bağlıdır. 18-ci əsrin ikinci yarısında fəaliyyət göstərmişdir. Oxşar cəhətdir. Qaraçaman döyüşündə iştirak etmişdi. Bu da oxşar cəhətdir. Deməli, burada olur B, A, C, D, Y. B, A, C, D, Y. Burada da Y variantında öz əksini tapıb. 39-cu sualda qeyd edilir ki, Rusiyada zadəganları imtiyazlı təbəqə çevirməsi rəsmiləşdirildi. Bu, 2-ci Yekaterinaya aiddir. Niyə? Çünki 2-ci Yekaterinanın dövründə zadəganların cismani cəzalardan azad edilməsi haqqında belə bir qərar verilmişdi. Sürədə ona görə də biz Yekaterinanın dövrünə aid edirik. Burada da B variantında doğru cavab verilib. Növbəti 40-cı suala baxsaq, burada 40-cı sualda qeyd edilir ki, uyğunluğu müəyyən edin. 17-ci əsrə aid olan abidələri soruşur, bir də 18-ci əsrə aid olan abidələr. Şibli karvansarası 17-ci əsrə aiddir, götürürük. Şahbulaq 18-dir, götürmürük. Nardaran kəndi məscid 1663-dür, götürürük. Şamaxı Kələxana kəndində tikilmiş məqbərə 17-ci əsrə aiddir, götürmürük. Göy məscidi götürürük, Sərdar və Güzgülü salonu götürürük. Deməli, burada A, C olur, burada da B, C olur. Doğru cavabımız A variantında verilib. Digər 41-ci sualda qeyd edir ki, Müqəddəs Roma İmperatoru 5-ci Karl reformasiyaya qarşı mübarizə aparırdı, götürürük. Katolikliyi müdafiə edirdi, bəli, Papanın hakimiyyəti müdafiə edirdi. Kalvinizmlə bağlılığı yoxdur. İsa Cəmiyyəti təşkilatı da Papaya aiddir. Deməli, burada da 1 və 2 Y variantında doğru cavabımız verilib. Digər 42-ci sualda qeyd edilir ki, 1870-ci il kəndi satdığı haqqında əsasnamaya aiddir. Kəndi pay torpağını alarkən dövlət tərəfindən heç bir ona maddi yardım göstərilmirdi. Bəli, doğrudur. Yəni, torpaqların satın alınması, hər bir kəndli, sahibkar kəndisi torpağını satın ala bilərdi, lakin dövlət yardım göstərmirdi. Dövlət kəndlərinə aid deyil, sahibkar kəndlərinə aiddir. Kombinat rəsulu 1840-da ləğv olunub. Xəzər vilayəti 1846-da ləğv olunub. Yəni 1870-dir. Bəylər üzrə polis və məhkəmə hüququ verilirdi. Bu 1865-ci ilə qədər olub, 1846-cı ildən. Ona görə də A variantı uyğundur. 43-cü suala baxsaq, deməli 43-cü sualda qeyd edilir ki, 19-cu əsrin ikinci yarısı ilə bağlı verilmiş hadisələrin uyğunluğunu müəyyən edin. Rusiyada ən böyük misəritmə zavodu fəaliyyət göstərdi Gədəbəydir. Bəli, Gədəbəy misəritmə zavodu 1883-dədir. Götürə bilərik. İlk mərkəzləşmiş telefon stansiyası Gədəbəydə fəaliyyət göstərmir. Ona görə 5-i çıxırıq. 5 olan variantları çıxırıq. 6 doğrudur. Sonra buxar mühərrikli ipək fabriki açılıb. Bu Şəkidədir. 1-i götürürük. 1. Deməli, bu Bakıda ola bilməz. Yəqin ki, ipək fabrikindən söhbət gedir. 4, deməli, ilk mərkəzləşmiş telefon stansiyası Bakıda olar. 3, 1, 3, 6. Deməli, 1, 3, 6, B variantında doğru cavabımız verilib. 43-cü suala baxdıq və növbəti 44-cü suala baxsaq. Burada qeyd edilir ki, Salamin və Platiya döyüşləri üçün oxşar cəhəti müəyyən edin. Salamin və Platiya döyüşləri. Bilir ki, Əhəmənilər Afina dəniz ittifaqı tərəfindən məğlub edildi. Xeyr, Afina dəniz ittifaqı Platiya döyüşündən sonra yaranıb. Buna görə biri çıxırıq, biri ola bilməz. Yunanlar qələbə qazandı. Salamində də Platiya döyüşündə də qələbə qazanıb, doğrudur. Leonid və döyüşçüləri qələbə qazandı. Bunu ümumi götürmək olmaz. Leonid Fermopil döyüşündədir. 3 yanlışdır. Deməli, burada qalır Əhəməni 1-ci Daraya aid də olmaz. 1-ci Daraya aid olan orada marafon döyüşüdür. Deməli, burada yalnız 2, yəni B variantında da o cavabımız verilib. Digər bir sualda qeyd edilir ki, 1-ci Dünya müharibəsindən sonra Yaponiyanın ABŞ-yə qarşı qisasçılıq siyasətinin əsasını qoyan səbəblərdən biri idi. 1-ci Dünya müharibəsindən sonra Yaponiyanın ABŞ-yə qarşı qisasçılıq siyasətinin əsasını qoyan Brian Kellogg sazişi ola bilməz. Bunun aidliyi yoxdur.
Versal müqaviləsində deməli bu olsaydı Almaniyaya aid Versal müqaviləsi. Brest-Litovsk müqaviləsi yenə də Almaniyanın Rusiya arasındadır. Millətlər Cəmiyyətinin yaradılmasını da götürə bilmərik. Burada Çinin ərazi bütövlüyü. Bəli, ərazi bütövlüyü tanıdı. Yəqin ki, onun mülkləri hansı ki Yaponiya vermiş əraziləri bərpa edildi. Ona görə də burada qisasçılıq meyllərini gücləndirdi. Y variantı uyğun cavabdır. 46-cı sualda Böyük Səlcuq dövlətinin mövcud olduğu dövrə uyğun gəlmir. İlk öncə bilməliyik, Böyük Səlcuq dövləti mövcud olub 1038 və 1157-ci ildə qədər mövcud olub. Deməli, Dəndənəkan döyüşdə Qəznənilərin məğlub edilməsi. Bu Qəznənilərin məğlub edilməsi deməli, bunun doğru cavabdır. Elə doğru cavabımız budur. 1040-cı ildə baş verən hadisədir. Bağdadı Abbasilərin ələ keçirməsi, Abbasilərin Bağdadı paytaxtı Bağdadı ələ keçirməsi 1258-ci ildə Hülakü xana aiddir. Konya Ankara şəhərlərinin tutulması Məlikə aiddir. Ankara Böyük Səlcuq dövlətinin Dəndənəkanda Qəznəlilərin məğlub edilməsi. Böyük Səlcuq dövlətinin mövcud olduğu dövrə uyğun gəlmir. Burada Konya Ankara şəhərlərinin tutulması. Konya və Ankara şəhərlərinin tutulması. Qüdsün xaçlar tərəfindən ələ keçirilməsi. Mövcud olduğu dövrə uyğun gəlmir. Gəlmir deyir daha doğrusu. Yanlış fikirləşdik. Burada aid olanı götürdük. Ona görə A variantını götürmürük. Abbasilərin paytaxtı Bağdada ələ keçirilməsi. O cavabımız Abbasilərin paytaxtı Bağdada ələ keçirilməsi də vardı. 1055 bunu da götürürük. Konya və Ankara şəhərlərinin tutulması Məlik Şahan dövrünə də götürürük. Qüdsün xaçlar tərəfindən ələ keçirilməsi 1096-99-cu illərdir. Bunu götürürük. Götürmürük daha doğrusu. Bu da 96-99 düşür. Səlcuq bəyin Oğuz Yavqusu ilə münasibətlərin pisləşməsi. Bəli, budur. Cənd şəhərinə gəlir. Hələ onda dövlət yaranmamışdı. Ona görə də burada Y uyğun cavabdır. Digər 47-ci sualda mətnə əsasən müəyyən edin. Qütbəddin Aybəkin Kürəkəni qərbdə Monqol hücumlarını dəf etməyə yanaşı şərq istiqamətdə dövlətin ərazilərini daha da genişləndirdi. Monqol hücumlarına qarşı mübarizə aparan Xarəzmşah Cəlaləddin öz ərazisini sığınacaq verdi. Bu el tutmuş xanlardan söhbət gedir, məlumdur. El tutmuş xan. İkinci mətndə deyir ki, gənc yaşlarında Səmərqənd Bəlx hakimi Əmir Qazana xidmət edirdi. Bu Əmir Teymura aid olan deməli mətindir. İndi bunlara aid olan, burada qeyd edilir, ikinci mətndə bəhs edilən dövlət xadimi, birinci mətndə bəhs edilən dövlət xadimindən hansı fərqli cəhətlərə malikdir? 14-cü əsrdə 14-cü əsrdə fəaliyyət göstərmişdi. Bəli, Əmir Teymur 14-cü əsrdədir, el tutmuş 13-cü əsrdə. Yəni bilirik ki, Məmlüklər dövləti. Delhi Sultanlığını idarə etmişdi. Delhi Sultanlığını idarə etmişdi. Bu el tutmuş xana aiddir. Yəni burada 2-ni götürmürük Əmir Teymura. Çingizxanın soyundan idi. Bunu götürürük. 1-3. Məmlüklər sülaləsinin mühəndisidir. 4 yanlışdır. Qızıl Ordu qüvvələrini məğlub etmişdi. Bəli, bunu da deməli bir dəqiqə yenidən baxaq. 14-cü əsrdə fəaliyyət göstərmişdi. Çingizxanın soyundan idi. Çingizxanın Barlas qəbiləsindən idi. Çingizxanın soyundan deyildi. Bu yanlış götürmürük bunu. Qızıl Ordu qüvvələrini məğlub etmişdi. Götürürük. Yəni bunu götürə bilərik. Yəni çünki burada el tutmuşun Qızıl Ordu ilə bağlılığı yoxdur. Həm də 14-cü əsrdə fəaliyyət göstərməyib. Ona görə də burada sualın doğru cavabı 1-5 D variantı olacaq. Digər 48-ci suala baxırıq. Qədim Albaniya dövləti üçün səciyyəvi deyil. Quldarlıq digər dövlətlərə müqayisədə geniş yayılmamışdır. Doğrudur, quldarlıq geniş yayılmamışdır. Götürürük bunu. 3-cü əsrin 1-ci yarısında hökmdarlar öz pullarını kəsdirməyə başlamışlar. Doğrudur. Yəni səciyyəvi olmayan deyirsə, biz bunları götürməyəcəyik. Səciyyəvi olmayan deyir. Deməli bunu götürmürük. Digərini də götürmürük çünki bunlar aid olandır. 4-cü əsrin sonlarında meydana gəlmişdi. Bu da aid olan 4-cü əsrin sonu 3-cü əsrin əvvəllərində. 1-2-3 aid deyil. Götürmürük. Azərbaycanın Atropatenada hakimiyyətə gəlməsinə köməklik göstərmişdi. Bəli, bu Albaniyaya aid olmayandı, götürürük. Makedoniyaya qarşı müqavimət göstərmişdi, aid olmayandı. Makedon İskəndər imperiyasının parçalanması nəticəsində Maqneziya döyüşündən sonra müstəqillik əldə bərpa edən Atropatenadır. Bunlar aid olmadığı üçün biz burada 4-5-6, yəni A variantına doğru cavab götürürük. 49-cu sualda qeyd edilir ki, ştrixlənmiş əraziyə aiddir. Bu təbii ki,
Pireneya yarımadasıdır. Burada İspaniya və Portuqaliya dövlətləri göstərilib. Burada qeyd edirik ki, ərazilərin tarixi üçün səciyyəvidir. Təbəriyə döyüşü baş vermişdir. Xeyr, Təbəriyə bunların aidliyi yoxdur. Şərqdə baş verib Təbəriyə. Xaçlıları tərəfindən Latın İmperiyası. Latın İmperiyası da Bizansda yaradılıb. Bu da yanlışdır. 11-ci yüzün əvvəllərində bir sıra əmirlikləri parçalanıb. Bəli, burada Kordova əmirliyi də vardı. Götürürük. Rekonkista hərəkatı baş verib. Doğrudur. Deməli 3 və 4 B variantını götürürük. 50-ci sualda Baş nazir Otto von Bismarck'ın fəaliyyət dövrünə aiddir. Yəni, bunu baş naziri kansler seçilməsi 1862-ni götürürük. Otto von Bismarck. Yəni, 90-cı ilə qədər bu kansler seçilib də, 1890-a qədər. Düzdür, Birləşmiş Almaniya ayrıdır. Yəni, Birləşmiş Almaniyanı götürsək 1871-dən götürərik. Prusiyanın baş naziri seçilməsi isə 1862-dən başlayır. Deməli, aid olan Almaniya inqilabı düşməz. Sadova 1806 Avstriyanın məğlub edilməsi. Bəli, burada B variantını götürə bilərik. Almaniya gömrük rüsumlarının ləğv edilməsi 1834-dədir. Viyana Konqresi 1815-də aid olsun götürmürük. Elzas və Lotaringiyanın Fransaya qaytarılması isə Versal müqaviləsinə əsasən idi. Bu, yəni 1919-cu ilə aiddir. Ona görə də B variantı uyğun cavab olur. Növbəti 51-ci suala baxsaq, 51-ci sualda qeyd edirik ki, verilən xüsusiyyətlərin aid olduğu orta əsr. Azərbaycan şəhərlərini müəyyən edin. Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzidir. Mənbədə bu yerlərin Bağdadı adlanırdı. Bu yerlərin Bağdadı adlandıran şəhər Bərdədir. Bərdə də 3 rəqəmi göstərmiş ərazidədir. Burada da C variantında uyğun cavab verilib. Digər bir sualda Bakı və Lənkəran xanlıqları üçün ümumi cəhətdir. Şəki və Quba xanları arasında bölüşdürüldü. Xeyr, bunların əlaqəsi yoxdur. İki hakimiyyətlik Gəncə və deməli Gəncədə olub və Şamaxı xanlığında. Gürcü hakimlərinin yürüşdən məruz qalması da yanlışdır. Quba xanlığına nasıl vəziyyət düşmüşdür? Bəli, bunu götürə bilərik. Məsələn, Lənkəran 1785-də, Bakı 1767-də Quba xanlığına nasıl vəziyyətə düşüb. 1863-cü ildə xanlıq hakimiyyəti ləğv edildi. Bu, Bakı xanlığına aiddir. Deməli, D uyğun cavabdır. 53-də qeyd edirik ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixinə aid olan, dövlətlərin fərqli olaraq, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən fərqli olaraq Səfəvilər dövləti demir. Güclü mərkəzləşmiş dövlət yaratmışdı. Yəqin ki, dövləti deyirsə, bunu götürə bilərik. Teokratik dövlətidir, bəli. Məsələn, dinlə bağlılığı var idi. Bunu götürə bilərik. Teokratik dövlətidir. Götürürük. Şirvanşahlar dövlətini asılı salmışdı. Bu, Qaraqoyunluda da var idi. Osmanlı ilə müharibədə qalib gəlmişdi. Ağqoyunluda da var idi bu. Ona görə götürməyəcəyik. Xorasanı ələ keçirmişdi. Bu da Xorasanı, Qaraqoyunlu, Ağqoyunlularda da həmin ərazilər ələ keçirilib. Yəni mərkəzi, bir deyək, Asiyanın həmin hissələri ələ keçirilib. Düşünürəm, yəni burada 1 ilə 2-ni doğru cavab götürəcəyik. 1 və 2 götürəcəyik doğru cavab. Digər xronoloji ardıcılığı müəyyən edin. Əfqanların üsyan qaldıraraq Qəndaharı ələ keçirməsi. Qəndaharı ələ keçiriblər 1709-da. Mixayloviçin Səfəvilərlə danışıqlar aparması. Bu, o Şimali Qafqazda qalaların inşa edilməsi iləndir. Bunu götürürük 1662 Abbasın dövründə. Sultan Hüseynin Əfqanlar tərəfindən əsir düşürməsi 1722, 22 götürək. Uğurlu Məhəmməd isə deməli Osmanlıya sığınması 1474-dədir. Deməli burada olacaq bizdə 4, 2, 1, 3. 54-ə baxdıq və 55-ci suala baxırıq. Hadisə nəticə əlaqələrin doğru göstərdiyi cavab müəyyən edin. Safalan döyüşü Xəzərlərin Azərbaycan arasında yürüşlərinin son qoyulması. Xeyr. Ondan sonra da davam eləyir. Hilat döyüşü də var məsələn. Xəlifə Möhtəsimin hakimiyyətə gəlməsi Xürrəmlər ilə sülh müqaviləsi imzalaması. Bu da yanlışdır. Müharibə davam edir. Bəzi döyüşündə məğlubiyyət, Babəkin Bizansa tərəf yönəlməsi. Bunu götürə bilərik. Bəli, Bizansa tərəf yönəlmək istəyirdi. Yəni ordu toplamaq istəyirdi, doğrudur. Heydər İbn Kavusun komandan təyin edilməsi, Babəkin yaxın silahdaşlarının suiqəst nəticəsində aradan götürülməsi. Heydər İbn Kavusun komandan təyin edilməsi, Babəkin silahdaşlarından.
Sui-qəsd ələ keçirməsi. Heydər ibn Afşin ibn Afşin idi burada. Cavidan və Əbu İmran arasında ədavətin hökm sürməsi, bəzi döyüşündə bir dəqiqə Xürrəmlərin məğlub edilməsi. Safalan döyüşü Xəzərlər arası yürüşlərin son qoyması yanlışdır. Mütəsimin hakimiyyət gəlməsi Xürrəmlər ilə sülh müqaviləsi yanlışdır bu. Cavidan Əbu İmran arasında ədavətin hökm sürməsi. Bəzi döyüşündə Cavidan ilə Əbu İmran Xürrəmlərin məğlub edilməsi yanlışdır bu. Burada Afşin ibn Heydər ibn Kavus yəqin onu deyir. Afşin Heydər ibn Kavus deyir. Bəli, götürə bilərik. Yəni burada 3-dən 4-ü götürdük. Doğru cavab olaraq 3 və 4-ü götürdük. 56-cı sualda ərazini verir. Deməli, Gəncə ərazisidir bu. 1868-ci ildə Tiflis quberniyasından ayrılır. Müstəqil, deməli, burada Yelizavetpol quberniyası yaradılır. Götürə bilərik. Burada deyir ki, 19-cu əsrin 1-ci rübündə Yelendorf və Annenfeld koloniyaları yaradıldı. Bəli, həmin ərazidə olub, doğrudur. Götürə bilərik bunu. Xanabad manufakturası Şəkidədir. Götürməyəcəyik. Hacı Murtuzun başçılığı üsyan Zaqataladadır. Ona burada da 1 və 2 doğru cavab olacaq. 1 və 2-ni götürürük. 57-ci sualda 13-cü əsrin 1-ci yarısı, 14-cü əsrin 2-ci yarısı və 15-ci əsrin 1-ci yarısına aid olan xüsusiyyətləri bizdən istəyir. Baxırıq, Şirvanşah Kür çay sahilində məğlub edilməsi. Bu 1412-dir. Deməli, 15-ci əsrin 1-ci yarısına düşəcək. A. Monqol canişini idarəçinin sona çatması. Ali Monqol 2256 götürsək, 13-cü əsrin 2-ci yarısına düşəcək də bu. Canişinin hakimiyyətinin sona çatması. Deyək ki, 1256 götürə bilərik. Hülaki xanın yürüyüşündən sonra. Bunu B-ni götürmədik. Aksunqurlar dövlətinin süqutu 1227 olduğu üçün 13-cü əsrin 1-ci yarısına düşür. Deməli, A, bir dəqiqə C-ni götürürük 2-yə. Şirvanşah ərazisinin Cəlali dövlətinin tərkibinə daxil edilməsi. Şirvanşahlar ərazisinin Cəlali dövlətinin tərkibinə daxil edilməsi Şeyx Üveysdədir, 1367. Bu da 14-cü əsrin 2-ci yarısı. Nəyi qarışdırdıq burada? Bir dəqiqə. Təzədən yazaq bunu. 1, 2, 3 yazaq. Deməli, Şirvanşahların Kür çay sahilində döyüşdə məğlub edilməsi 1412-dir. 15-ci əsrin 1-ci yarısına A düşür. Ali Monqol canişin idarəçinin sona çatması 1256-dır. Bu heç birinə aid götürmədik. Aksunqurlar dövlətinin süqutu. Deməli, bu düşür. 1227, 13-cü əsrin 1-ci yarısına düşür. C1-ə düşür. Deməli, Şirvanşahlar arasında Cəlalilər dövlətinin tərkibinə qatılması 1367-dir. D-də K-dir. Deməli, 1-də C, 2-də D, 3-də A doğru cavab olacaqdır. 57-ci sualda və növbəti 58-ə baxırıq. Deməli, burada situasiyadır. Situasiyanın cavabını siz özünüz də yaza bilərsiniz. Düşünürəm ki, elə bir çətin situasiya deyil. Cavabları rəy bölməsini yaza bilərsiniz situasiyanın. Yəni, çünki müxtəlif formalarda hər kəsin fikirləri müxtəlif ola bilər. Amma ümumi nəticədə müəyyən qədər situasiya elə də çətin olmur, düşünürəm. Bu sualda yaza bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirik. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.